ümumiyyətlə gözəllik məsələsi nisbədir. Əfsuslar olsun o filmlərdə, o sosial şəbəkələrdə yaradılmış obrazlar var. Qadınlar ona oxşamağa çalışır. O obraza uyğunlaşmağa çalışır. Nəinki görünüşdə, geyimdə, danışıq tərzində o obrazlara uyğunlaşmağa çalışırlar. Müəyyən əməliyyatlara girir ki, onu oxşasın. Və burada iki məsələ ortaya çıxır. Özünü qəbul etməmək. İkincisi isə özünə məxsusluğu itirmək. Özünə məxsusluq olmur artıq. O cür kosmetika əslində dəriyə ziyandır. Baxırsan ki, üzünün dərisi falan yaxşıdır, əla dəyər bir şey. Anlamır ki, bu da çox fərdi məsələlərdir, yəni çox nisbidir gözəllik. Kiməsə o cür bədən quruluşu yaraşır, kiməsə o cür burun yaraşır, kiməsə yox, fərqlidir burada.